Dövlət Sosial Müdafiə Fondundan sosial müavinət alan, sosial ödəniş alan şəxslər, eyni zamanda yaşa görə pensiya alan şəxslər, 50 olan şəxslər, qazilər, veteranlar, şəhid ailə üzvləri, ailə başçısını itirmiş şəxslər hər biri bu layihədən yararlana bilər. Və layihə çərçivəsində bu şəxslərə seçilmiş market, aptek, klinikalarda və digər xidmət sahələrində müəyyən endirimlər tətbiq edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu layihənin əsas məqsədi bu şəxslərə endirimlərin tətbiq edilərək onların maliyyə vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Eyni zamanda maliyyə savadlığının artırılması. Bəs hansı formada endirimlərdən yararlana bilər bu şəxslər? Ümumiyyətlə iki üsul var ki, endirimdən yararlanma üsulu. Bunlardan birinci üsul, həmin şəxslər müəyyən 1500-dən artıq bizim tərəfdaşlarımız var, tərəfdaş müəssisələr. Bu müəssisələrdə xidmətlərdən yararlandıqları zaman, alış-veriş etdikləri zaman onlar kassada ödənişi məhz nağdsız formada